onu da istifadə edilmir. Limondan, deyək ki, qreypfrutdan və digərlərindən. Hərçənd ki, bazarımızda indi də iynə şəklində və həblər şəklində var. Əlbəttə, vitamin C-nin bir dənə xüsusiyyəti var. Onu həb şəklində çox istifadə eləmək olmur. Lakin elm inkişaf edibdir və onun xüsusi liposomal forması var ki, onu mədədə o həzm olunmur, keçir bağırsağa, bağırsaqda həzm olunanda problem yaranmır. Liposomal vitamin C-nin yüksək dozada istifadəsi, yaxud da ki, damar daxili yeridilən bizdə indi yüksək dozalı vitamin C də var ki, ondan da istifadə eləmək olur. Bunlar. Ondan sonra digər maddələr var ki, hansı ki, bəlkə də bizdə tapılmır. Dimeksiddir, xlorid cezidir və s. və s. Bunlar indi deməklə önəmi yoxdur. Yəni, məlumatlar əslində var. Ona görə də əziz tamaşaçılarımıza demək istəyirəm ki, əgər kimdəsə hər hansı bir şişlə, yeni törəmə adı ilə hər hansı bir problem yaranıbsa da, vahiməyə düşməsinlər, qorxuya düşməsinlər və özlərinə vaxt versinlər araşdırmağa. İnternet səhifələrdə